Herkese salamlar. Bugün yine Suallar rubrikasında iki yeni mektubumuz var. Gelin birinci kısa mektubdan başlayayım. Sonra da daha uzununa geçeceğim. Salam Aygül xanım, mesajımı cevapladığınız için teşekkür ederim. Mən də məktubunuzu göndərdiyiniz üçün təşəkkür edirəm, güvəniniz üçün. Mən özümü daxildən sıxılmış hiss edirəm. Sanki içimdə nəsə məni tutub saxlayır. Özümü ifadə edə bilmirəm heç bir sahədə. Məsələn, dost məclislərində sözü açılan mövzularda fikrimi ortaya qoya bilmirəm. İçimdə daim yaradıcı fikirlər, emosiyalar var. Heç yerdə heç kimlə paylaşa bilmirəm. Öz içimə sıxılıb qalmışam. Əvvəllər yuxuda arxamca qaçan qara güvələr görürdüm. Həmişə qorxudan təslim olurdum. Son iki yuxuda qaranlığı qorxmadan tapdaladım, birdən böcəyə çevrildi və onu əzdim. Bilmirəm nəyə qalib gəldim. Vəziyyətimi daha aydın başa sala bilmək üçün yazdım yuxuları da. O qədər böyük emosionallıqla həyatı hiss edirəm ki, ifadə edə bilmədikcə çiynimdə yükə çevrilir. İçimdə boğulmuş bir insana dönürəm. Halbuki emosiyalarımı yazıya və rəsmə tökməyə bacarıram. Sanki onu da yarımçıq edirəm. Amma özümə inamsızlıqdanmı, ya nədənsə ortaya çıxara bilmirəm. Özümü icebergin görünməyən hissəsi kimi hiss edirəm. Varlığım yarımçıqdır. Fikirləriniz yoluma işıq olsun. Yəni görsənir ki, emosiyalarınızı gözəl ifadə edə bilirsiniz. Yəni bu məktubunuzun yazılış tərzindən də hiss olunur. Gəlin mən fikirlərimi deyim. Əsas mən nə görürəm sizdən? Nəyə fikir verərdiniz? Yuxularınız da əslində bunu göstərir. Baxın, siz elə bil ki, icebergin görünməyən hissəsini adlandırırsınız. Sanki siz icebergin o görünməyən hissəsisiniz. Və ortada sadəcə o başda görünməyə, bir növ göstərilməyə icazə verilmiş hissədir, daha kiçik hissədir. Və yuxularınızı da nəzərə alsaq, sizin özünüzü sadəcə bəlli bir formatda ortaya çıxartmaq icazəsi var. Autoagresiyanız, özünüzə olan daxili baskı, hansının ki siz fərqində deyilsiniz, bunu məktubunuzdan çox net görürəm, dəhşət böyüdür. Ümumiyyətlə aqresiyanız çoxdur və autoagresiyanız da, yəni özünüzə göstərdiyiniz aqresiya. O qədər çoxdur ki, yuxularınıza deyirsiniz ki, qaçırdım və onlardan o qədər qorxurdum ki, yəni özümdən o qədər qorxurdum ki, dedim, yaxşı, təslim oluram. Yəni, bir növ sizi bir güdən bir şəxs kimi daxilinizdə göstərsəz, o sizin o güdən cəlladınız çox aqressiv və acımasızdır sizə qarşı. Yəni özünüzlə qarşı acımasızsınız. Və təsəvvür edin ki, əgər bu dərəcədə acımasız bir güdən məni varsa və mən özümü sadəcə bəlli bir şəkildə ifadə edə bilərəmsə, əlbəttə ki, ortaya çıxartmalı çox da bir şey qalmır. Çünki bütün emosional tərəf onlar pis adlandırılır. Bilmirəm, əgər bu ayın ikisi, noyabrın ikisi artıq çıxdı. İdeal obraz itirməkdə niyə bu qədər qorxuruq? Dərinə gedək rubrikasını izləmədinizsə izləyin, sizə çox kömək olar. Özünüzü daha yaxşı anlamaq üçün. Orada bir qutu haqda danışırıq, hansını ki pis adlandırırıq. Bax, sizin o qutunuz bayağı böyükdür. Və bir növ ifadə olunmaya icazə tapan tərəfləriniz, hissəniz o qədər kiçikdir ki, ortaya bir şey çıxarda bilmirsiniz. Onu belə nəyisə ortaya çıxartmağa çalışanda sanki inspeksiyadan keçirsiniz, belə deyək, ağır senzuradan keçirsiniz. Təsəvvür edin ki, bir kitab çıxartmalısınız ya da bir məqalə çıxartmalısınız. Onu bir 5-10 nəfər oxuyur, bütün senzuradan keçirdir, 100 dənə səhvi düzəldir, o deyir, burasını sil, orasını sil, orasını düzəld, burasını düzəld. Bütün o yoxlamalardan keçəndən sonra, bunu çapa verə bilərik. Bax, sizdə daxilən belə bir proses baş verir. Ona görə həqiqətən, yəni içimdə nəsə məni tutub, saxlayıb, ifadə etməyə qoymur deyən, o nəsə siz özünüzsünüz. Amma özünüzü o sizi tutan tərəflə tanımlamırsınız hələ ki. Ona görə də baxın, yuxunuzda gah qaçırsınız özünüzdən, qorxursunuz, təslim olursunuz, ya da ki o hissənizi, o güdən tərəfi tanımırsınız deyə, amma ona qarşı aqresiyanız var, özünüzə qarşı aqresiyanız var.
götürüb bir növ görürsünüz savaşdasınız. Onu boğub, əzməyə çalışırsınız, məhv etməyə çalışırsınız. Sanki özünüzün o sizə yaşamağa icazə verməyən tərəfinizi, ideal obrazınızı, aqressiyanızı məhv etməyə çalışırsınız. Amma bu mümkün deyil. İstəyirsiniz onu məhv edəsiniz. Çünki başa düşürsünüz ki, bir yerlərdə intuitiv olaraq ki, sizi yaşamağa o qoymur. Amma o dediyiniz özünüzdür. Yəni burada ən əsas yol o emosionallığınızı ifadə eləməyə siz istəyirsiniz normal bir insan kimi. Çünki biz emosiyalarımızla varıq. Mənim emosiyalarım mən varam hissini bizə verir və insan sadəcə özünü həyatda ifadə edəndə özünü mən varam, canlı kimi hiss edir. Həqiqətən necə olduğu kimi. Amma sizdə bu yoxdur, çünki sizin o pis adlandırdığınız qutunuz o qədər böyükdür ki, hansını ki siz danırsınız, öz parçanız kimi görmürsünüz və ona görə ifadə edə bildiyiniz cüzi şeylər sizi yarımçıqdan yarımçıq hiss elətdirir. Çünki siz başa düşürsünüz ki, sizin şəxsiyyətiniz bu ifadə edə bildiyinizdən, ifadəyə icazə veriləndən çox daha böyükdür. Ona görə o Dərinə Gedək rubrikasında dediyim kimi, əgər o bir-bir, yavaş-yavaş o dandığınız, rədd etdiyiniz, sevmədiyiniz, böcək kimi əzmək istədiyiniz o tərəflərinizi, aspektlərinizi bir-bir tanımağa başlasınız, bu yavaş bir prosesdir. Və onları mənimkiləşdirsəniz, siz onda bütün olaraq, senzurasız, səmimi, həqiqi olaraq özünüzü ifadə edə bilərsiniz. O demək deyil ki, yox, siz gedəcəksiniz, hamı ilə istədiyiniz kimi danışacaqsınız, oy, sən xoşun gəlmirsə, mən yanında durma, mən indi buyam falan filan. Yox, bu söhbət ondan keçmir. O çox yanlış bir tavırdır və tərzdir. Amma fikir verin, deyirsiniz ki, halbuki yazılarımda belə, rəsmlərimdə də belə, məsələn, təsəvvür etsək ki, sizin yazılarınızı heç kim görməyəcək və ya sizin rəsmlərinizi heç kim görməyəcək təsəvvür etsək, orada da yarımçıq edirsiniz, çünki sizə o qaranlıq dediyi tərəfiniz, baxın, o qara qüvvələr adlandırırsınız. O özünüz haqda bütün dandıqlarınızı, onları ifadə etmək olmaz, onları görmək olmaz, onunla özünüzü tanımlamaq olmaz. Amma biz o qaranlığımızı, canavarımızı qəbul edib tanımlamayana qədər, biz heç bir zaman özümüzü həyatda unikal, fərdi və fərqli tərzdə ifadə edə bilmirik. Yarımçıqdır. Yarımçıqsa o belə üdülmüş, üzülmüş, kəsilmiş, senzuradan 45 dəfə getmiş, yaxalanmış o qalan hissəcikdir. Ona görə mən sizi çox qəşəng anlayıram, niyə özünüzü belə yarımçıq hiss edirsiniz. Bu qədər. Gəlin keçin növbəti məktuba. Salam Aygün xanım, hər vaxtınız xeyir. Sizi və analizinizi sevərək izləyirəm, çox sağ olun. Uzun müddət məni düşündürən məsələ var və ağlıma birdən sizə yazmaq düşdü. Sanki həlli burada tapacam sizin hissi ilə birlikdə. Anama qarşı sevgi hiss etmirəm. Baxıram bəzən üzünə, necə belə ola bilər ki, xoş hisslərlə baxmıram. Onu sevə bilmədiyim üçün özümü də günahlandırıram ki, yaxşı övlad deyiləm. Heç vaxt bizim mehriban, yaxın, sirlərimi paylaşacağım ana-qız münasibətimiz olmayıb. Özüm də xaraktercə içə dönükəm, hisslərimi paylaşmağı sevmirəm. Paylaşsam, sonra mənə qarşı istifadə olunar. Güvənsizliyim var. Anama belə. Söz söhbətli olub münasibətimiz. Məndən heç vaxt razı düşməyib. Mən də ondan. Daim şikayət edir ki, mən və qardaşım onun etdiklərini dəyərləndirmirik. Daş divar övladlarıyıq. Amma özün etdiklərini o qədər dilə gətirir ki, mən elə etdim, sizə əziyyət çəkdim, sizə belə bişirib, yedirdim, geydirdim, haldan düşdüm, can sağlığınlığım qalmayıb. Bunları mən özümü anlayandan eşidirəm və o qədər günahkar hiss edirəm ki, deyirəm ki, kaş ki etməsəydin heç birini, indi də deməzdin. Mənim anam elədiyini o qədər şişirdib saymağa başlayır, bezmişəm. Artıq beynim onun danışdıqlarını ignor edir, dediyini çoxsunu eşitmirəm çox vaxt. Mən də bilirəm əziyyət və çətinliklə böyüdüb, oxudub, məni atamdan çox yük evin onun üzərində olub, amma mən bu
deyinmə bu şikayətlərdən artıq boğaza yığılmışam və nəinki anama qarşı sevgi, ancaq ondan uzaq olmaq istəyirəm. Məncə burada daha dürüst yazsaydınız, yəni nəinki sevgi, bəlkə də nifrət deyərdiniz, hiss edirəm. Bu arada mən ailəliyəm, bir oğlum var və biz uzaqda yaşayırıq. Bir həftədir gəlmişik ata evinə və dəyişən heç nə yoxdur. Bizim münasibətimiz həmişəki kimi qalmaqaldı. Və mənim anam heç vaxt səhvini qəbul etmir. Məni isə naşükür övlad kimi qiymətləndirir. Yalnız hiss etdiyim, dəstəyə ehtiyacım olan anlarda hər zaman tək olmuşam. Tək ağlayıb Allahın köməyi ilə vəziyyətdən çıxmışam. Sualım, mən bu vəziyyəti necə dəyişə bilərəm? Anamı sevmirəm, doğma kimi hiss etmirəm. Bu hisslə nə edəcəyimi bilmirəm. Ana və qız münasibətləri çox mürəkkəbdir. Anlayıram sizə. İndi siz deyirsiniz ki, uşaqlıqdan, yəni özünüzü tanıdıqdan bəri ananız deyingən, bir növ fədakarlığı haqda şikayət edən bir qadındır və bir övlad üçün bunun necə ağır bir yük olduğunu çox qəşəng anlayıram. Və istər ana, istər başqa birisi, istər yoldaşımız ya da həyat yoldaşı, məsəl üçün qadın olaraq yoldaşına deyir, mən sənə ömrümü verdim, mən sənə nə elədim, bunu elədim. Həmişə bizim qayıdıb deməmiz, səndən istəyən var idi, eləməzdin deyə hissimiz var. Amma yəni bunlar sizin də gördüyünüz şeylərdir. Gəlin baxaq. Əsas mən burada nəyə istəyərdim ki, siz fikir verəsiniz. Sizin də yəni hər bir övladın olduğu kimi bir növ ana haqda ideal obrazınız var. Necə ideal ananız necə olardı, yaxşı olardı deyə. Deyirsiniz ki, sizin həmçə münasibətiniz siz söz söhbətli olub. O məndən razı düşməyib, mən də ondan. Məncə burada əsas məqam bilirsiniz nədir? Siz ananızdan, məsələn, əgər uşaqlıqdan bəri eşitmişsinizsə ki, o sizdən narazıdır ya da bu qədər sizin üçün əziyyət çəkib. Əlbəttə ki, dediyiniz kimi də bu sizin içinizdə günahkarlıq və mən pisəm, mən pis ovladım, mən pis insanam duyğusu yaradıb. Və siz fərqində olmadan, istəmədən ananıza savaş açmışsınız. Bu savaş isə mən pis deyiləm, sən pissən savaşıdır. Və bu nəticə olaraq sizin münasibətinizə əlbəttə ki, çox neqativ şəkildə təsir edib. Siz elə bil ki, ananıza istəmədən yəqin ki, bunu qəsdən eləmirsiniz, əminəm. İstəmədən çox zaman sübut eləməyə çalışırsınız ki, onun da səhvləri var. O süddən çıxmış ağ qaşıq deyil. O özü haqda düşündüyü kimi yaxşı insan deyil. Və bir övladın bir növ anasına qarşı bunu etməsi ana tərəfindən heç bir zaman yaxşı qarşılana bilməz. Çünki ana öz dünyasında, özəlliklə də həqiqətən, yəni çətinliklərlə böyüdübsə, onun da, nə bilim, özündən qurban verdiyi bir həyat var, bir ömür var. Və övlad qayıdıb deyəndə ki, bilirsən, səndən, yəni də, direkt də olmasa, bunu hiss etdirsə ki, səndən bunu istəyən yox idi. Bu, yəni bir insanın ömrünü sərf etdiyi bir şey lazım deyildi eşitmək. Ən böyük bir zərbədir. Yəni, valideyn uşağına belə qarşı kin, nifrət belə oyadacaq dərəcədə, özəlliklə də şuursuz yaşayırsa, yəni əgər daha çox, əlbəttə ki, indi şuurlu yaşayan valideyn başa düşür ki, nə edibsə, övladını dünyaya gətirməkdən tutmuş, onun üçün bütün etdiklərini özü üçün ilk növbədə edir ki, özünü yaxşı ana hiss eləsin, günahkarlıq hiss eləməsin, özünün məsuliyyətini götürərək bunu edib. Amma yəni bizim valideynlərimiz o dövrə baxaraq əlbəttə ki, daha az məsuliyyətli olub, daha çox, məsələn, mən anam bu mövzularda ən azından emosional cəhətdən yox, amma bu mövzulardan çox daha şuurluydu və mən xatırlamıram belə bir şey. Halbuki çox-çox böyük fədalar da edib. Amma onun da başqa tərəfləri vardı. Sizin valideyninizdə o mən bunu etmişəm, mən o şişirtmək tərəfi var və əgər qarşılıqda, indi bilmirəm nə dərəcədə siz ona buna görə təşəkkür etmişsiniz ya yox, yəni bütün varlığınızla, bütün səmimiliyinizlə məncə siz ona bildirməmisiniz minnətdarlığınızı və bu da onun üçün də bəlkə sizə qarşı qəzəb və qıcıq yaradır. Yəni siz də qeyd edirsiniz ki, içinizə qapalı insansınız, bir növ duyğularınızı paylaşmaya bilirsiniz. Ananız da sizi və qardaşınızı
daş, divar adlandırır. Yəni emosional olaraq ananız belə aşır, daşır, aşır, daşır. Siz isə belə bəlkə divar kimi, elə bil ki, onun emosiyaları divar kimi sizə dəyir, ona qayıdır. Dəyir, oya qayıdır. Bir də var ki, emosiyalar sizə dəyir, sizin emosiyalarla qarışır və bir növ onun da o ehtiyacı olan o təşəkkürə, çox sağ ola, çevrilib ona qayıdır. O da sizdən bu istədiyi bu bir şeyi almırsa, yanlış da ola bilərəm. Bəlkə sizin də mənə deyə bilərsiniz ki, qarşımızda olsaydı deyərdiniz ki, yox demişik, amma ona azdır, azdır. Elə də olur. Razıyam, yəni heç şübhə etmirəm. Var elə valideynlər, var elə həyat yoldaşları, nə qədər eləyirsən, nə qədər təşəkkür edirsən, nə cür edirsən, sanki azdır və azdır. Amma sanki bəlkə sizin situasiya haqda deyil bu. Çünki görsənir ki, ananız bir növ var bu fədakarlığı. Fədakarlıq haqqında da mən ayrıca yazım var Instagramda. Amma sizdən emosional olaraq bunun qarşılığını görmür. Emosional olaraq siz onunla əlaqəyə girəndə belə savaşla girirsiniz. Sən pis anasan, hiss elətdirirsiniz ona. Burada deyirsiniz, mənim anam heç vaxt səhvini qəbul eləmir. Bax, o sənin səhvini tapacam, sənin də səhvini sənə sübut eləyəcəm, sən də düşündüyün kimi yaxşı biri deyilsən, mən pis yox, sən pissən savaşı. Əlbəttə ki, ortadan ola biləcək, necəsə bir ola biləcək yetişkin münasibəti ya da bir azca da istili olan, hörmət olan, istini qoyuram bir kənara, pərdəli və hörmətçil olan münasibəti ortadan qaldırır. Məndə elə hiss yaranır ki, siz ananızla o pərdəni qaldırmısınız. Çünki əgər qalmaqallarda o səhv sübut eləməyə çalışırsınızsa, deməli bir növ ola bilər ki, təəssüf ki, pərdə qalxıb və çirkinləşmə biraz gedib. Onda isə necə deyim, onda bir-birinizi bağışlamaq və anlamaq çox daha çətin olur. Çünki burada sadəcə iki canavarın savaşıdır. Sən pissən, yox, sən pissən. Orada insan unudur ki, mən övladam, o anadır, mən övlad. Ana da unudur ki, bu mənim, nə bilim, dünyaya gətirdiyim, canımı fəda etdiyim bir uşaqdır, sevdiyim birisidir. Unudulur, sanki elə bir ki, iki insan sübut eləməyə çalışır ki, yox, mən pis deyiləm, sən pissən, sən haqlı deyilsən, mən pissəm və bunun savaşı gedir. Məncə mənim demək istədiyim, sizin bir də burada qeydimi almışdım, ananızın da sizə qarşı qeyri-realistik, sizi real olaraq görməyə bacarığı yoxdur və ona görə qeyri-realistik gözləntiləri var övlad kimi. Amma sizin də ananızdan var. Sizə deyirsiniz, sən də mənim istədiyim ana deyilsən. O deyir, sən mənim istədiyim, gözlədiyim övlad olmadan mən bu qədər əziyyət çəkdim. Siz deyirsiniz, sən də mənim istədiyim ana deyilsən. Bir ana üçün də bunu eşitmək müsibətdir. Mən çox, bilmirəm, tanıyıram, tanımıram. Məncə tanımıram elə bir valideyn, özəlilə o vaxtki dövrün valideyni, hansı ki, övladından belə bir təpki, belə bir emosional təzyiq, emosional sözlər eşidə bilər, hiss eləyə bilər və onun buna bir rahat cavab, rahat qala bilər və qoy görüm qızım nə düşünür falan filan, mənim haqda, mən bunu həzm edeyim deyə bir təpki verə bilər. İnanmıram buna. Bir də bilirsiniz, son məqam onu qeyd eləmək istərdim ki, siz deyirsiniz ki, mən hisslərimi paylaşmağı sevmirəm, içə dönük bir xarakterim var. Sizdə o emosional qapalılıq varsa, ola bilər ki, sizin ananızın axı sadəcə bundan ibarət deyil. Əminəm ki, yaxşı tərəfləri də var, sevəcən tərəfləri var və sizə səmimi şəkildə verdikləri də var. Amma sanki siz o qədər belə bir növ yönəlmişsiniz onun o toksik fədakarlığına və o fədakarlığın altında hiss etdiyiniz, o baskının altında pisliyi, mən pisəmi o qədər takılmışsınız ki, artıq o bütün başqa şeyləri görə bilmirsiniz. Yəni, onun sizə verdiyi sevgini də görə bilmirsiniz. Çünki ümumiyyətlə, biraz sizdə emosional sönüklüyünüz var və sizdə ola bilər ki, ananız sizə o sevgini də verir. Amma sizin o sevgini bir növ görə bilmirsiniz, tanımırsınız və o emosional
qapalılığınızdan siz aqressiya sayəsində, aqressiya vasitəsilə partlayıb çıxırsınız ananıza qarşı və sadəcə onda ona qarşı hansısa emosiyaları ifadə edə bilirsiniz. Əks halda elə bil ki, qapalısınız, nə sevgini, nə səmimiliyi ifadə edə bilirsiniz, həm də qorxursunuz dediyiniz kimi ki, necəsə istifadə oluna bilər. Ona görə ananız bir növ sizi o sözlərlə və hərəkətlərlə yetərincə hirsləndirsə, o aqressiya sayəsində haqlı qəzaba girib ananızla bir növ o emosional münasibətə bəlli səmimiliyinizi, amma ananızla heç olmasa bir cür hansısa bir səmimiliyinizi sadəcə o davalar, savaş vasitəsilə əldə edə bilirsiniz. Bir də nəzərə yetirim, görün bir şey qaldı mı? Və deyirsiniz ki, hə, bir həftədir gəlmişik və aramızda dəyişən bir şey yoxdur. Əlbəttə ki, dəyişən bir şey yoxdur. Yəni sizin daxili dünyanızda heç bir şey dəyişmirsə ki, siz fərqli baxasınız bu münasibətə, ananızın dünyasında əlbəttə ki, heç bir dəyişiklik yoxdur. Onda heç bir fərqli münasibətdən söz gedə bilməz. Bir də keçən həftə həm sualama rubrikasında ana olan münasibətdə var. Əgər izlərsinizsə bəlkə də baxmısınız və cümə axşamı çıxan videoda mən orada niyə valideynlərimizin dəyişməsini istəyirik, fərqli olmasını istəyirik haqda danışmışam. Əlavə olaraq da onları izləsəniz kömək ola bilər. Bugünün isə bu qədər. Mən sizin məktublarınızı gözləyirəm. Növbəti həftə görüşərik. Sağ olun.